Daxili İşlər Nazirliyinin kibercinayətkarlıqla mübarizə baş idarəsi sosial şəbəkələrdə qanunsuz onlayn qumar və kazino oyunları təşkil edən şəxslərə qarşı əməliyyat texniki tədbirləri davam etdirir. Kiberpolisin keçirdiyi növbəti əməliyyat zamanı qeyd olunan cinayət əməllərində təqsirli bilinən daha 4 nəfər Polad Abdullayev, Sənan Hacızadə, Toğrul Kazımov və sonuncu ilə əlbir olan Cəfər Bəyliyev saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər xaricdən idarə olunan qanunsuz qumar saytları ilə cinayət əlaqəsinə girərək ölkə ərazisində virtual kassalar yaradıblar. Daha sonra sosial şəbəkələrdə açdıqları Milan, Sevinç, Rahat və Texas 777 adlı səhifələr vasitəsilə istifadəçilərlə əlaqə saxlayaraq onları qanunsuz onlayn kazino oyunlarına cəlb ediblər. Saxlanılan şəxslərin yaşadıkları ünvanlara baxış zamanı elektron sübutlar, qanunsuz kazino oyunlarında istifadə olunan bank kartları və mobil nömrələr aşkarlanaraq maddi sübut kimi götürülüb. Faktla bağlı baş idarədə cinayət işi başlanılıb. Polad Abdullayev, Sənan Hacızadə, Toğrul Kazımov və Cəfər Bəyliyev cinayət məsuliyyətinə cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində həbs qəti imkan tədbiri seçilib. Mən WhatsApp və Instagram üzərindən Milan Kazino adı altında onlayn kazino işlətmişəm. Texas 777 adlı profillə dostum Bəyliyev Cəfərlə birlikdə kazino işlədirik. Mənə məxsus olan 2 bank kartı ilə müştərilərə kod satırıq. Müştərilər bizə karta pul atırdılar, biz də onların dəyərində onlara kod verirdik. Bir daha vətəndaşları internet resursları, eləcə də sosial şəbəkələrdə təklif edilən qanunsuz onlayn kazino və qumar oyunlarında iştirakdan çəkinməyə çağırırıq. Bu cür platformalar əksər hallarda kiberdələduzluq məqsədi ilə yaradılır. Nəticədə istifadəçilərin kart və şəxsi məlumatları ələ keçirilir. Qanunsuz onlayn kazino və qumar oyunlarında iştirak həm maliyyə itkisi, həm də hüquqi məsuliyyət riski yaradır. Odur ki, hər kəsə lisenziyasız onlayn kazino və mərc saytlarına daxil olmamağa, sosial şəbəkələrdə bu tip oyunların reklam və asan qazanc vədlərinə inanmamağa, şübhəli hesab və platformalar barədə isə polis orqanlarına məlumat verməyi tövsiyə edirik. Unutmayın ki, kiber mühitdə ehtiyatlı davranış maddi və şəxsi təhlükəsizliyinizin əsas şərtidir.